bir karış torpakta, bir ovuç suda. Ağlayan bülbül de, okuyan qu da. Gözünə görünən, bax o da, bu da, qanqal da. Tikan da, gül də vətəndir. Qanqal da, tikan da, gül də vətəndir. Aslan müəllim, Nur Ocağı Ədəbi Poeziya Birliyinin üzvlərindən biri. Hər dəqiqə, hər an andığımız şeirləri qəlbimizdə yaşayan insan Aslan müəllim. Bugün cənnətdəki doğum günümüzdür. Nur Ocağı Poeziya Birliyi adından sizə Allahdan rəhmətlər diləyirəm. Qəbrinin nurla dolsun şair. Bir vaxtlar oxuduğum bu şeiri sizin özünüz səsləndirirdiniz. Kim deyə bilərdi ki, anım günündə mən Sehran anam dediyiniz insan sizin üçün səsləndirəcək. Kim deyərdi? Qəbriniz nurla dolsun şair. Allah rəhmət eləsin. Bugün həmkarım, qardaşım, oğlum, dostum, gözəl qələm ustası, gözəl insan, şeirlərinə, sənətinə vurğunu olduğum Aslan qardaşımın doğum günüdür. Cənnətdə doğum günü mübarək olsun. Aslan müəllim, siz bizim aramızda olmasanız da, səsiniz qulağımızdadır, şeirləriniz dilimizdədir. İnsan anılmayan da ölür. Siz ölməmişsiniz. Ad günümüz cənnətdə mübarək olsun. Allah rəhmət eləsin. Məkanın cənnət olsun. Şeirinin sultanı, sözünün xanı. Ağrı ilə doluydu ömür dastanı. Qardaşım Aslanı, şair Aslanı məzara aparan yollar ağladı. Qardaşım Aslanı, şair Aslanı məzara aparan yollar ağladı. Aslan qardaşım, sizsiz şeirimizdə, qələmimiz də ağladı. Bu dünyadan bənzərsiz, gözəl bir şair gəldi, getdi. Yadlarda qalanlardan oldu, ölənlərdən yox. O, Allahın dərgahına getsə də hər an bizimlədir. Onun yazdığı bənzərsiz şeirləri, onun insanlığı nümunədir hər an bizlərə. Məkanı cənnət olsun. Mənim öz düşüncələrimdən Aslan müəllimə sevgim, istəyim sonsuz olur. Ona hey oğul balam deyərdim, noğul balam deyərdim. Mən öz doğma qardaşım rəhmətə gedəndə nə qədər sarsıldımsa, Aslan müəllimdə də o dərəcədə sarsıldım. Heç bir anda yadımdan çıxmır, səslərini qaralamamışam. Hey, təkrarən dönürəm, bir də qulaq asıram. Yerin cənnət olsun, canım oğlum, gözüm oğlum. Özü bir dünya, sözü bir dünya. Gözəl Aslan müəllim, məkanı cənnət olsun, ruhun şad olsun. Sənin yerin, bax bu aniyan ürəyinin başındadır, heç və də. Mən səni yaddaşımdan silmərəm. Məkanı cənnət olsun. Nə deyim, hayır, heç də demirəm, Allah. Səbir versin qardaşına, bacına. O nur üzdü gözəl anamsa öpürəm. Hamısını əllərindən. Bizim Azərbaycanın mən deyərdim ki, çox gözəl, çox istedadlı şairlərindən biri olan Aslan Şəmkirlinin xatirə günüdür. Az müddətdə tanıdım mən Aslan müəllimi, çox az bu qrupda şifahi olaraq tanıdım, amma doğrudan da çox belə
sevdiyim, hörmət elədiyim şairlərdən biri idi. Çox təəssüf edirəm, həqiqətən də çox təəssüf edirəm ki, aramızdan belə tez getdi. Vətən həsrətli, yurt həsrətli, ana həsrətli, yaşamaq həsrətli bir insan. Bəzən adam elə şeylər olur ki, deyirsən ki, ilahi, bu nə qanundur. Allah rəhmət eləsin, məkanı cənnət olsun. Dünya gözü ilə dönüb Şəmkirə, dönüb Yasamala baş çəkə bilməsə də, o yenə də Yasamalın qoynunda uyudu. Məkanı cənnət, ruhu şad olsun. Aslan Şirəlioğlu. Vətəni ürəyində daşıyan, vətən boyda böyük ürəyə sahib olan dəyərli insan. Hər zaman şeirlərində gözəlliyi, insanlığı, mərhəməti, sevgini tərənnüm edən, hər zaman ürəyi vətənlə döyünən, öz söz dünyasını gözəl xaliqələrlə gözəlləşdirən, möhtəşəm edən yaradıcı insan. Bugün səni hörmətlə xatırlayırıq. Bugün səni ehtiramla yad edirik. Sərt, ötkəm, çılğın görünüşünün altında hər zaman sevgi dolu, mərhəmət dolu bir ürək daşıyırdın. Allah sənə rəhmət eləsin. Məkanın cənnət, ruhun şad olsun. Sevgini dünyanın məhvəri sandı, haqqı üstün tutub, nahaqqı dandı, yandı, doğruların yolunda yandı, ömrünü əridi, şam etdi, getdi. Bu sözləri mərhum Aslan Şirəlioğlu haqqında demişdim və bugün də təkrarlayıram. O həqiqətən hər zaman haqqı üstün tutdu, doğruların yolunda yandı, ömrünü əritdi, şan elədi, getdi. Aslan bəyin xatirəsi mənim üçün hər zaman əzizdir. Dünyasını dəyişmiş bir dost kimi, bir qardaş kimi, bir qürbət yoldaşı kimi, bir qələm adamı kimi ürəyimdə hər zaman yeri var. Allah məkanını cənnət eləsin, ruhu şad olsun. Bugün Aslan bəyi ehtiramla yad edirəm. Allah rəhmət eləsin. Bugün bizim dəyərli qələm dostumuz, hamımızın xətrini dünyalar qədər istədiyimiz mərhum şairimiz Aslan Şirəlioğlunun mövlud günüdür. Nə demək olar? Allah rəhmət eləsin. Ruhu şad, məkanı cənnət olsun. Mən belə düşünürəm ki, nə qədər Aslan sevərlər var, Aslanı tanıyanlar var, həmişə o bizim qəlbimizdə yaşayacaq. Bir daha qardaşımıza Allahdan rəhmət diləyirəm. Allah günahlarını bağışlasın. Xuşad məkanı cənnət olsun. Hörmətlə qulu Xaləddinoğlu. Bugün bir şairi anırıq. Qələmi ilə yaşayan, sözü ilə iz qoyan bir insanı. Aslan Şirəlioğlu. Onun qələmi iti idi. Amma o itilikdə həm sevgi, həm də həsrət vardı. O həm də vətən həsrətli şairi idi. Onun üçün vətən yalnız torpaqdan ibarət deyildi. O vətən həsrətini misralara sığdırmışdı. Onun şeirlərində azadlığın, dönməzliyin və kökə bağlılığın nəfəsi duyulurdu. O həm də nakam məhəbbət şairi idi. O şeirlərində Leyli deyirdi sevdiyi qadına. Bəzən bir ümidə, bəzən də doğma yurda. Elə bil Leyli həm sevgi, həm də vətən idi. Aslan Şirəlioğlu həyatdan erkən getdi. Amma onun sözləri oxucuların qəlbində bir iz, bir yanğı,
bir təbəssüm kimi qaldı. Ruhu şad olsun. Qələminin nuru heç zaman sönməsin. Bu günləri Aslan Şirəlioğlu'nun anım günü. Aslan Şirəlioğlu, Allah sizə qəni-qəni rəhmət eləsin. Yeriniz cənnət məkanı olsun. Dəyərli qələm ustadı. Hörmətlə Dəniz Əlizaydı. Salam əziz dostlarım. Bu günlərə Aslan müəllimin cənnətdəki ad gününü təbrik edirəm. Ona Allahdan rəhmət, ruhu şad olsun deyirəm. Çox erkən bizim aramızdan getdi və çox kədərliyəm. Çox gözəl dost idi, çox gözəl şair idi, çox gözəl qələmi var idi. O yaşasaydı, neçə gözəl əsərlərin müəllifi olacaqdı. Allah ona rəhmət eləsin, ruhu şad olsun. Çox heyf ki, aramızdan tez getdi. Dəyərli insan, hörmətli qələm ustadı Aslan Şirəlioğlu'nun bugün anım günüdür. Yeriniz cənnət məkan olsun Aslan müəllim. Allah sizə rəhmət eləsin. Gözəl insan, dəyərli insan. Yaqubova Sərfinaz. Aslan müəllim olduqca istedadlı şair idi. Onun vaxtsız ölümü şair dostlarını olduqca sarsıtdı. Bir dəfə qrupda Aslan müəllimlə mənim şeir deyişməmiz oldu. Olduqca maraqlı keçdi. Aslan müəllim böyüklük etdi. Mənim şeirlərimə məhəl qoymadı, cavab vermədi. Məni utandırıb pərt etmədi. O onun böyüklüyü idi. Allah rəhmət etsin. Məkanı cənnət olsun. Salam olsun dəyərli Nur Ocaq ailəsinə. Hər birinizi salamlayıram və bugün dəyərli Nur Ocağı məclisinin mərhum şairi olan Aslan Şirəlioğlu'nun anım günüdür və doğum günüdür. Allah şairimizə rəhmət eləsin. Mən şairimizə Allahdan rəhmət diləyirəm. Allah səbir versin geri qalanlarına, ailə üzvlərinə və şairimizi hörmətlə anıram və rəhmət diləyirəm. Çox sağ olun, var olun.